Bir dənə alim vardı, qəşəng deyirdi ki, şükür Allaha, evdəki mənə incidir. Çox yaxşıdır vəziyyət amma. Deyirlər, buna nəyə şükürsə, evdəki incidir. Yox, başqa. Deyirlər, nə edirsə. Deyirdi ki, hamı bayırda mənə hörmət edir. Biri ağa, biri dur, biri otur, biri deyir, ehtiram edir, biri elə, biri. Evə gedirəm, evdəki biraz ehtiramsızlıq edir, narahat edir. O balans ruhumda yaranır. Şükür Allah, şükür. Həmişə belə olmayım ki, elə hamı sənin istədiyin kimi olsun. Bax, belə adamlar sənin ruhunda, orada da bir neymət görə bilərsən. Belə adamlar hərdən tək-tük lazımdır ki, adam neynəsin? Yaxşı mənada adam düzəlir halı. Baxsan, böyük adamlara söz keçir, amma bir də xırda məzəli deyişirsən. Bu nədir? Bu sənin mənim təkəbbürümü sındırmaqdır. Bizim təkəbbürümüzü sındırmaqdır. Özü uşaq qaridir adamın üzrə. Bax, bu nədir, ay Allah bu? Deməm, o yaxşı şeydir, onu buraxaq elə olsun. Söhbət ondan getmir. Mən, sən, özün nəticə almalısan. Nəticə almalısan.